Və bu mərhələdə baş verən şeylərdən birisi də deyir ki, onlarda olan inadkarlıq və həmçinin itaətsizlikdir. İtaətsizlik və çox məsələlərdə müxalif olmaq, əks rəy söyləmək və həmçinin inadkarlıqdır. Üsyan eləməyə başlayırlar və itaətsizlik edirlər. Belə halda bu cür gənclərlə gözəl müamilə etmə forması necə olmalıdır? Valideyn bu zaman övladı ilə müamiləsi ona evdə sanki əmir sahibi olduğunu göstərmək, müəyyən işlərdə onu başçı təyin etmək, istəyir ev işlərində, istəyir hər hansısa bir kənar yerdə əgər ata iş sahibidirsə, iş yerinə apararaq müəyyən işləri ona verərək onu o işlərdən sorumlu etmək, o işin başında onun sanki müdür kimi özünü aparmasını göstərdirmək ki, hətta inadkarlıq etməsin, itaətsizlik etməsin. Çünki belə inadkarlıq və itaətsizlik nədən baş verir çox vaxtı? Baş vermə səbəbi deyir ki, o baxır, görür ki, özünü qıraqda qalmış hiss eləyir və həmçinin ətrafındakı insanlar ona diqqət yetirmir, əhəmiyyət göstərmir. Bunda başlayır ki, bu gənc itaətsizlik eləməyə, inadkarlıq eləməyə. Çünki baxır, görür ki, ona diqqət yetirən yoxdur, ona əhəmiyyət verən yoxdur. Özünü qıraqda qalmış kimi hiss edir. Bu hallar baş verir. Bu hallar baş verdiyi zaman valideyn çalışmalıdır ki, övladına özgüvən vermək, onu müəyyən işlərlə məsul eləmək və həmin işlərdən onu sorumlu tutmaq və demək ki, bu işdə böyük sənsən, burada məsləhətçisənsən, başçı sənsən, bu səndən sorumludur. İstəyir bu ev işçisi olsun, istəyir kənarda olsun ki, hətta o özündə güvənliyi hiss eləsin, özünü qırağa atılmış hiss eləməsin, o özünə dəyər verildiyini hiss eləsin.